İnşallah biz keçmişdik birinci hissədə Osmanlının dağılma dövrünə qədər, yəni 1791-ci ilə qədər keçmişdik. İndi bugün isə sonuncu mərhələsi olan dağılma dövrünü keçiririk. Dedik ki, dağılma dövrü başlayır, Yassi müqaviləsindən sonra artıq Osmanlı imperiyası əraziləri də kiçilirdi, öz gücü də zəifləmişdi. 3-cü Səlimin dövrü 1789-cu ildən 1807-ci ilə qədərdir. 3-cü Səlim hakimiyyətə gəldikdən sonra deməli islahatlar keçirməyə başlayır. Hərbi sahədə və digər sahələrdə islahatlar. Əsas məqsəd isə hərbi islahatlar keçirmək idi. Osmanlıda timar və ziyamət demişdik, torpaqları paylanırdı. Timar, ziyamət nə idi? Ziyamət 14-cü əsrdən etibarən başlanmışdı. Böyük din, yəni belə desək, hərbi hakimlərə, yəni ordu başçılarına verilirdi, geniş torpaqlar. Timar isə daha çox kiçik, əskərlərə paylanan kiçik torpaqlar idi. Lakin timar və ziyamət torpaqları artıq çıxmışdı, belə desək, idarə etmədən çıxmışdı. Çünki böyük ərazilər idi, onların idarə edilməsi də çətin idi. Ona görə də belə bir qərar verilir ki, hərbi vəzifəni yerinə yetirməyənlərdən timar və ziyamət torpaqları geri alınmağa başlayır. Bundan başqa yeni sərlərə hər 3 aydan bir maaşlar falan verilirdi. Bunlar da ləğv edilir. Yeni qumbaraçılar məktəbi təsis edilir 3-cü Səlimin dövründə. İlk dəfə demişdik ki, 1-ci Mahmudun dövründə qumbaraçı ocaqları var idi. 3-cü Səlimin dövründə yeni qumbaraçılar məktəbi başlayır. Donanmanın vəziyyətini yaxşılaşdırmağa çalışır. 3-cü Səlim donanma ilə bağlı deməli işlər görür və donanma vəziyyəti yaxşılaşdırır. Məhz 3-cü Səlimin hərbi islahatlarının nəticəsi o olur ki, 1798-ci ildə Napoleon Misirə yürüş edərkən orada Osmanlı ordusu qalib gəlir. Orada qalib gələn bir Osmanlı paşası var və Əhməd Paşa idi, unutdum hansıydı, yaşlı idi də. Napoleon da deyir ki, belə bir ifadə işlədir ki, talih məni bir qocanın əlində oyuncağa çevirir. Tilki olan deyirsiniz. Tilki nədir? Yox, amma Türkü olan. Yəni kurnaz deyilir. Belə, 3-cü Səlimin dövründə səfirliklər açdırılmışdı. İngiltərədə, Londonda, Fransada, Parisdə və Avstriyada, Viyanada səfirliklər açılmışdır. 3-cü Səlimdən, ancaq 3-cü Səlim qətiyyətsizlik göstərir və yeni çərləri ləğv eləmir. Qətiyyətsizlik göstərməsinin səbəbi bir yeni çərlərdən çəkinməsi idi, bir də özünün şəxsiyyət olaraq, yəni ki, davamlı, iradəli şəxsiyyət olmaması idi. Və yeni çərləri ləğv eləmir, onlara qarşı böyük ciddi bir belə tədbir görmür. Sonra gəlir 2-ci Mahmud, 1808-ci və 1839-cu ilə qədər. Mahmudun hakimiyyətə gəldiyi dövr ərzində, bu dövrdə Osmanlı Rusiya ilə müharibə edib 2 dəfə. 1806-1812-ci illərdə birinci Rusiya-Osmanlı müharibəsi baş vermişdi. Bu müharibənin bir səbəbi də o idi ki, Fransa o dövrdə, Napoleon imperiyası dövründə, birinci imperiya dövründə Fransa Rusiyaya da hücum eləmişdi, Rusiyanı özünə tabi etmişdi Tilsit müqaviləsi ilə. Digər tərəfdən Avropa ölkələrini özünə tabi etmişdi, Müqəddəs Roma imperiyasını süqut etdirmişdi. İngiltərəyə qarşı kontinental blokad haqqında sənəd imzalatmışdı və s. Yəni Avropanın böyük ərazilərini Fransa işğal etmişdi və Osmanlı və Rusiyada bu dövrdə öz aralarında müharibə edirlər və müharibə 1812-ci ildə Buxarest müqaviləsi ilə başa çatır. Buxarest müqaviləsinin şərtləri nələrdir? Bessarabiya keçir, Bessarabiya verilir Rusiyaya, Moldova və Valaxiya əraziləri qalır Osmanlının tərkibində və Rus gəmiləri Dunay çayında sərbəst üzmə hüququ alır. Deməli, Buxarest müqaviləsi ilə dediyimiz kimi Bessarabiya keçir Rusiyaya, Moldova, Valaxiya Osmanlıda qalır, Dunay çayında isə Rus gəmiləri üzə bilərdi. Bu 28-29-cu ildə Ədirnə müqaviləsi ilə bitən Rus-Osmanlı müharibəsi var. Bunun səbəbi nələrdir? Gəlin baxaq. 1821, buraya yazmamışam, 1821-1829-cu ildə Yunanistanda azadlıq hərəkyatıdır. Bilirsiniz ki, Balkan yarımadası Osmanlının tərkibində idi və artıq Yunanlar başlayırlar etiraz eləmək, müstəqillik üçün. Təkcə Yunanlar deyil, oradakı Bolqarlar və digərləri, Makedoniyalılar və s. üsyan edirlər və bu üsyan zamanı onlara kimlər kömək edir? İngiltərə, Fransa və digər ölkələr həmin üsyançı xalqlara kömək edir Osmanlıya qarşı.
və hətta 1827-ci ildə Navarin dəniz döyüşündə müttəfiqlər İngiltərə, Fransa, Rusiya və s. Osmanlını məğlub edir. Osmanlı donanması ağır məğlubiyyətə uğrayır. Bir tərəfdən də Rusiya özünü Balkanlarda xilas edici dövlət kimi göstərmək istəyirdi. İstəyirdi ki, Rusiya bütün o pravoslavların, xristiyanların ümumiyyətlə qoruyucusu kimi çıxış eləsin. Ona görə də Balkanlarda mövqeyini möhkəmləndirmək üçün Rusiya da Osmanlı ilə müharibəyə başlayıb 28-29-cu ildə. Bu müharibə isə Ədirlə müqaviləsi ilə bitir. Ədirlənin şərtləri nələrdir? Ədirlənin şərtləri odur ki, Osmanlı Rusiyanın işğallarını tanıyır. Hansı işğallarını? Cənubi Qafqaz. O dövrdə Şimali Azərbaycan işğal etmişdir Rusiya. Məsələn, o işğalları tanıyır. Bundan başqa Moldova, Valaxiya falan keçmişdi Osmanlıya, Buxarestdə. Həmin ərazilərə muxtariyyət verir Osmanlı dövləti. Muxtariyyət verir və deyirik ki, Yunanistanın müstəqilliyini, Yunanistana müstəqillik verilməli idi və Osmanlı Yunanistanın müstəqilliyini tanımalı idi. Həqiqətən belə olur. Bir il sonra Yunanistan müstəqillik əldə edir. Yəni Yunanların azadlıq mübarizəsi müstəqilliyi ilə başa çatır. İkinci Mahmudun bir də islahatları var. Bu islahatlar keçirməkdə əsas məqsədi artıq Yeniçərilərdən boğaza yığılmışdır. Və belə desəm, müəyyən qərarlar verirdi ki, Yeniçərilər üsyan qaldırsın, bu da bəhanə olsun da Yeniçərilərlə etməyə. Belə bir qərar verilir ki, yeni piyada korpusu yaradılsın və Yeniçərilərə ayrılan pul bir hissəsi ora ayrılsın, həmin piyada korpusa. Buna da Yeniçərilər başlayır üsyan eləməyə, etiraz eləməyə. Qarşılıq olaraq da 2-ci Mahmud Yeniçərilərin üsyanını yatırır və 1826-cı ildə Yeniçərilər ləğv edilir. 2-ci Mahmudun dövründə digər hərbi islahatlar, hərbi len sistemi var idi o dövrdə. Hərbi len sistemidir, timar ziyanətdir. Timar ziyanət ləğv edilmir, amma kim hərbi xidmət göstərirsə, layiqdir, onlara verilirdi timar ziyanət və digərlərinin əlindən alınırdı. Və bir də ki, Avropa nümunəsində başlanılır universitetlər, məktəblər, geyimlər. Hətta deyirik ki, 2-ci Mahmudun dövründə Osmanlının ərazisində, elə İstanbulda və digər şəhərlər artıq Avropa nümunəsində geyinilməyə başlayır. İnsanlar o rəngli şərq geyimlərindən çıxırlar, qalstuk, kepka, kostyum, bu tip şeylər geyinirlər. Danışıqları fransızca öyrənirlər, ingiliscə və digər dillərdə başlayırlar danışmağa. Və Avropa nümunəsində də nazirliklər yaradılır artıq Mahmudun dövründə. Yəni ki, Osmanlı qədim dövrdən çıxıb, yavaş-yavaş müasir dövrə uyğunlaşmağa çalışırdı. 2-ci Mahmudun islahatları dövləti bir qədər yaxşı, möhkəm saxlaya bilir, ancaq ondan sonra 1839-61-ci illərdə Əbdülməcidin dövrüdür. Əbdülməcidin dövründə də Gülxanə Xətti Şərifi adlanan islahatlar başlanır keçirməyə. 1839-da Gülxanə Xətti Şərifi. Gülxanə Xətti Şərifi islahatları və bunun davamı olaraq 1876-cı ilə qədər keçirilən Tənzimat-ı Xeyriyyə islahatları. Yəni bunun davamı Tənzimat Xeyriyyət 1876-cı ilə qədər keçirilmişdir. Bu islahatların məqsədi nədir? Bu islahatların məqsədi, baxın, vergi yığılmasında qayda qanun yaratmaq, özbaşınalığın qarşısını almaq, insanların şərəfini, həyat və mülkiyyətini qorumaq, insanlar arasında bərabərlik yaratmaq, təhsilə diqqət vermək və s. Bu əsas məsələlər bunlar idi. Həm Gülxanə Xətti Şərifində, həm də Tənzimat-ı Xeyriyyə islahatlarında. Biraz belə liberal desək də, yumuşaltmaq ölkə arasında vəziyyəti yumuşaltmaq, insanları biraz rahatlatmaq məqsədi güdürdür bu islahatlar. Deyirik ki, 1865-ci ildə Yeni Osmanlılar adlı bir cəmiyyət yaranmışdır. Yeni Osmanlı. Yeni Osmanlılar kimlər idi? Müəyyən qədər Avropa təcrübəsi, təhsili görmüş gənc insanlar idi. Onlar istəyirdilər ki, Osmanlını konstitusiyalı bir ölkəyə çevirsinlər. Konstitusiya qəbul olunsun, düzdür, sultan hakimiyyətinin qalmasını istəyirdilər. Amma istəyirdilər ki, idarəçilikdə də parlament olsun, ölkədə qayda qanun olsun. Müasirləşsin. Yeni Osmanlılar cəmiyyəti yaranır, onlar başlayırlar yavaş-yavaş öz ətrafına insanlar toplamağa, yavaş-yavaş mübarizə aparmağa və beləliklə Yeni Osmanlılar sonralar 1876-cı ildə başlayırlar etirazlar eləməyə artıq, konstitusiyanın qəbul olmasını istəyirlər və Osmanlı sultanını devirərək yerinə
Əbdülhəmidi gətirirlər. O film var, Payitaxt Abdülhəmid. Bəli, O görmüsünüz bəlkə. Əbdülhəmidi gətirirlər hakimiyyətə və 1876-cı ildə Əbdülhəmid konstitusiyanı qəbul edir, parlament çağırılır və s. Osmanlıda olur konstitusiyalı monarxiya. Lakin çox keçmir. 77-ci ildə çağırılır, 78-də isə Əbdülhəmid qovur. Konstitusiyanı ləğv edir, qayıdır yenə əvvəlki Osmanlı formasına. Nə üçün? Çünki 77-78-ci illərdə Osmanlı və Rus müharibəsi baş verir. Bu müharibənin nəticələri haqqında parlament başlayır hökumətdən izahat tələb etməyə. Yəni birbaşa sultandan izahat tələb edir ki, biz niyə müharibəni uduzduq da, uduzmamalı idik filan. İkinci Əbdülhəmid də beyni çönür, deyir ki, get düzey, davay. Ay sala çox verməliyəm. Mən bu boyda İslam xəlifəsi, bu boyda sultan durub sizə 5-10 nəfərə açot verəcəm. Ama şimdi qovur. Həm də konstitusiyanı ləğv etməsinin bir səbəbi də o idi ki, o dövrdə yenə Balkan yarımadasında və digər ərazilərdə Osmanlıya qarşı üsyanlar var idi. Əbdülhəmid də çəkinirdi bu üsyanlardan. 1877-78-ci illər növbəti Rus-Türk müharibəsi baş verir və bu Rus-Türk müharibəsi yenə də Rusiyanın qələbəsi ilə başa çatır və San Stefano sülhü imzalanır. San Stefano sülhünün şərtləri Rusiyanın çox xeyli nə idi deyək. Burada İngiltərə, Fransa Osmanlıya deyir ki, bir dənə kongres təşkil edərik, San Stefano sülhünün şərtlərinə təzdən baxarıq da, çağırarıq Rusiyanı, başa salarıq ki, yox da çox ağırdır bu şərtlər, gəl biraz yumuşaldaq şərtlər. Əslində məqsəd nədir? Müharibə Rusiya və Osmanlılar arasında olub. İngiltərə, Fransa, o dövrdə Avstriya, Macaristan və digərləri Osmanlıdan ərazi qoparda bilmirdilər. Ona görə kongres çağırırlar ki, onlar da bir sıra ərazilər qopartsın. San Stefanonun ardı ilə Berlin konqrensi keçirilir. Berlin konqrensində San Stefanodan bir qədər fərqli qərarlar qəbul edilir. Fərqli qərarlar nələrdir? Bolqaristan ərazisi Osmanlının himayəsində bir knyazlığa çevrilir və bundan başqa Rumıniyadır, Çernogoriyadır, Serbiyadır, bunlar müstəqillik qazanırlar. Sonra Bosniya və Hersegovina ərazisi var. Oranın idarə edilməsi Avstriya, Macaristana verilir. Müvəqqəti olaraq Kipr İngiltərəyə icarəyə verilir və Qars, Ərdahan, Batum əraziləri isə verilir kimə? Rusiyaya. Qars, Ərdahan, Batum. Rusiyaya verilir. Bu belə. San Stefano və Berlin konqrensi. Bir də uşaqlar, 1889-cu ildə İttihad və Tərəqqi adlı təşkilat yaradılır. İttihad və Tərəqqi təşkilatı. Sonralar onlar özlərini adlandırırlar gənc türklər. Yenə də eyni şey, yeni Osmanlılarla təqribə eynidir. Gənc, Avropa təhsili almış, belə həvəsli desək gənclər idi və onlar 1908-ci ildə başlayırlar Makedoniya ərazisində artıq üsyan qaldırmağa və bu üsyan nəticəsində 1908-ci ildə 2-ci Əbdülhəmid devrilir, yerinə 5-ci Mehmed Rəşad Sultan elan edilir. 5-ci Mehmed Rəşad Sultan elan edilməsi ilə təbii ki, bütün vəzifələrdə tutur kimlər? Gənc türklər Ənvər Paşadır və digərləri tuturlar. Gənc türklər müharibə edir 1911-12-ci illərdə İtaliyaya, Trablis müharibəsi. Trablis müharibəsinin səbəbi nə idi? Afrikadakı sonuncu Osmanlı mülkü olan Liviya ərazisi uğrundaydı və İtaliya Liviyanı işğal edib. Beləliklə Osmanlılar Afrikadakı sonuncu mülklərini də itirirlər Trablis müharibəsi nəticəsində 1912-ci ildə. 12-13-cü illər və 13-cü illər 1-ci, 2-ci Balkan müharibəsi baş vermişdi. 1-ci Balkan müharibəsi, Balkanlardakı ölkələr var, Balkan yarımadasındakı. Bolqaristandır, Yunanistandır, Makedoniyadır. Onlar birləşirlər hamısı birlikdə, Osmanlıya qarşı başlayırlar müharibəyə. 1-ci Balkan müharibəsi 13-cü ildə deməli, London müqaviləsi ilə başa çatır və müqavilənin nəticəsinə görə Osmanlı Avropadakı bütün ərazilərini itirir. Yəni çox hissəsini, biraz hissə qalır da Balkanlarda elə bir şey. Və 1913-cü ildə baxın, 1-ci Balkanda Osmanlı məğlub oldu, düzdür, Avropadakı ərazilərini itirdi. 2-ci Balkan necə olub başladı? Burada qalib gələn ölkələr, Bolqaristandır, Yunanistandır, Balkandakı ölkələr də başlayırlar öz aralarında.
Bolqarıstan başlayır öz aralarında müharibə etməyə, Bolqarıstan, Yunanistan və s. bunlar qarışırlar bir-birinə. Osmanlı da nə edir? Bu qarışıqlıqdan istifadə edir. Hansı şəraitdir? Ay sağ ol. Və istifadə edərək Ədirnə və ətrafındakı əraziləri geri alır. Balkan Yarımadasının Ədirnə və ətrafındakı əraziləri geri alır. Buxarest müqaviləsi ilə bitmişdi bu müharibədə. İkinci Balkanda Buxarest müqaviləsi ilə bitir. Və uşaqlar, gənc türklər, bu gənc enerjili, güya ki, Avropa təhsil almış insanlar Osmanlının sonunu gətirir. Belə ki, Birinci Dünya müharibəsində Osmanlı tamamilə darmadağın olur, məğlub olur və bunun nəticəsidir ki, 1922-ci ildə artıq xəlifə, yəni Osmanlı hökuməti, Sultan hökuməti səltənəti ləğv edilmişdir və Mustafa Kemal başçılığı ilə Türkiyə Cumhuriyyəti yaranmışdır. Yəni deməyim odur ki, gənc türklər bu Əbdülhəmidi devirdilər, yerinə Mehmet Rəşadı, sonra 5-ci Mehmet Rəşaddan sonra 18-də 6-cı Mehmet Vahidəddin gəlir sonuncu sultanımızdır. Niyə? Bir yerdə oxumuşum deyirlər ki, o hökumət xanım rəsmi olaraq əsli olaraq sağdır. Beləliklə, İkinci Balkan müharibəsi